Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruç tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Ramazan ayı nədir? Ramazan ayı hicri təqvimi üzrə 9-cu aydır və bu ayda Uca Allah müsəlmanlara xüsusi ibadət olan orucu vacib etmişdir. Bununla yanaşı, bu ayda bir çox digər xüsusi ibadətlər də mövcuddur. Ramazan ayının hansı xüsusiyyətləri vardır? Quran, Peyğəmbərimiz Muhammədə, Allahın ona salavatı və salamı olsun, məhz bu ayda enməyə başlamışdı. İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırt edənin açıq aydın dəlilləri olan Quran, Ramazan ayında nazil edilmişdir. Bu ay oruc, gecə namazları, Quran tilavəti, gözəl əxlaqa riayət etmək, sədəqəni artırmaq kimi xüsusiyyətlərə malikdir. Bu ayda ümrə etmək, məscidlərdə qalmaq kimi ibadətlər də vardır. Bu ay həmçinin bağışlanma ayıdır. Səhih hədislərdə bu ay şeytanların zəncirləndiyi və cənnətin qapılarının açıldığı qeyd olunmaqla yanaşı, bu ayı əldən buraxıb bağışlanmayanların da qınanması varid olmuşdu. Bu ay həmçinin səbir ayı olmaqla insan həyatının kiçik modelini xatırladır və sanki həyatda İslami vəzifələri yerinə yetirmək üçün təlim ayıdır. Müsəlman bu ayda yeməyə, içməyə, şəhvətlərə səbr etməyi öyrənir və bunu ömrü boyu tətbiq edir. Çünki insanların harama düşdükləri əsas məsələlər də məhz yeməklə, içməklə və şəhvətlə bağlıdır. Bu ayın sonunda səbr edənlər bayramla mükafatlandıqları kimi yemək, içmək və şəhvət cinsindən olan qadağalara səbr edən müsəlmanlar cənnətlə mükafatlandırılırlar. Oruc nədir? Oruc, müsəlmanın dan yeri söküləndən gün batana qədər halal olan yeməyini, içməyini, şəhvətini, habelə boş sözləri, pis əxlaqı tərk etməyi gərəkdirən xüsusi bir ibadətdir. Ramazan ayında tutulan oruc isə həddi buluğa çatmış, xəstə və müsafir olmayan hər bir müsəlmana vacibdir. Allahın elçisi, Allahın ona salavatı və salamı olsun, şeytanın insanın qan damarlarında dövran etdiyini söyləmişdi. Bunun üzərinə İslam alimləri bu ayda yeməyin, içməyin azalmasıyla şeytanın bədəndə dövranının zəiflədiyini söyləmişlər. Ramazan ayında orucla yanaşı Quran oxumaq, namazlar qılmaq, xeyir işlər görmək şeytanın insana təsirini minimum həddə salır. Qeyd etməliyik ki, oruç tutan şəxs gecədən vacib Ramazan orucu tutmağa niyyət etməlidir. Gecədən niyyət etməyib günün hər hansı bir hissəsində niyyət edənin Ramazan orucu sayılmır. Oruc tutmaqda məqsəd və fayda nədir? Oruç tutmaqda əsas məqsəd insanların haramlardan, zülmlərdən uzaq olaraq Allah qorxusuna, təqvaya yiyələnməsidir. İnsanın bir ay boyunca səhərdən axşama qədər halal nemətlərdən uzaq durması, orucu pozmaması, onun ayın sonunda iradəsinin güclənməsinə, Allahdan qorxusunun artmasına səbəb olur. İlin digər 11 ayı ərzində haramlarla mübarizə aparan müsəlman zəifləmiş imanını, Allah qorxusunu və Allah sevgisini bu ayda bərpa etmiş olur. Dünyaya bağlılığı zəifləyir və dünyanın qulu olmaqdan xilas olur. Halal nemət olan su içməyi ay boyu tərk edən müsəlman artıq içki içməyi tərk etməyi öyrənir. Bu isə qətillərin, fəlakətlərin qarşısını alır. Halal yeməyi tərk edən aclığa səbr etməyi öyrənir. Daha sonra haramla qarnını doldurmaqdan, başqasının mallarını haram yolla mənimsəməkdən uzaq olur. Başa düşür ki, insan az yeməklə də dolana və mənliyini qoruya bilər. Halal şəhvətlərini tərk edən müsəlman isə artıq haram şəhvətlərlə mübarizə aparmağı öyrənir. Zinanın, onun səbəb olduğu xəstəliklərin,
atasız uşaqların, dağılmış ailələrin sayı azalır. Orucun digər ibadətlərdən fərqi nədir? Oruc İslamın 5 dayağından biridir. İslamın dayaqlarından olan namaz bədən ibadəti olmaqla görünən, zahirdə olan ibadətdir. Zəkat isə mal ibadəti olmaqla yenə də görünən, digərləri tərəfindən bilinən bir ibadətdir. Həcc də həm mal, həm də bədən ilə edilən, görünən, digərləri tərəfindən bilinən ibadətlərdəndir. Həmçinin bütün bu sadalanan dayaq ibadətlər hər hansı feili icra etməklə baş verir. Oruç da namaz kimi ancaq bədən ibadətidir. Lakin digər ibadətlərdən fərqli olaraq görünməyən, zahirdə olmayan ibadətdir. Oruç tutan bunu bildirmədiyi müddətcə onun oruc olduğunu kimsə anlaya bilməz. Bu isə müsəlmana ibadəti digərlərinin görməsi, tərifləməsi üçün yox, sırf Allah üçün etməsini, ixlası, yəni Allahı ibadətdə təkləşdirməyi öyrədir. Həmçinin bu ibadət hər hansı bir feilin icra edilməsi ilə deyil, əksinə onun tərk edilməsi ilə bağlıdır. İnsan digər ibadətlərlə Allahın əmrlərini yerinə yetirməyi öyrənir. Orucla isə qadağalardan çəkinməyi, tərk etməyi öyrənir və kamilləşir. Oruc tutmağın savabı nədir? İmanla, savabını Allahdan umaraq oruç tutanların bütün günahları bağışlanır. Oruç tutanlar cənnətə Rəyyan adlı xüsusi bir qapıdan girəcəklər. Oruc gizli ibadət olduğu üçün uca Allah onun xüsusi mükafatını da gizli saxlamışdı. Bunu quluna cənnətə girərkən bildirəcəkdi. Bu mükafat ancaq oruç tutanlar üçün olacaqdı. Bundan gözəl mükafat ola bilərmi? Oruc tutmağın səhhətə müsbət və ya mənfi təsiri varmı? Oruc aclıqla şiddətlənən xəstəliklər zamanı tutulmur. Həmçinin süd verən və ya hamilə olan qadınlar da orucun ziyanından qorxduqları halda onu tərk edə bilərlər. Hamiləliyi olan, süd verən qadınlar oruc tutmaq istədikdə həkimlərlə məsləhətləşməlidirlər. Sağlam və oruca taqəti olan insanların oruc tutmağının səhhətə müsbət təsiri müasir elmlə təsdiqlənmişdir. Qan dövranının sabitləşməsinə, bədəndən ziyanlı maddələrin çıxmasına, ürək-damar, böyrək və digər orqanlara, habelə beynin fəaliyyətinə orucun müsbət təsiri vardır.